Bugün səhər İdrak liseyində 10-cu sinif şagirdi öz müəlliminə odlu silahla xəsarət yetirib və bizim burada gördüyümüz xəbərlərin biabırçılığı dözülməzdir. Əgər bir oxucu kimi siz bu mövzuya necə yanaşmalı olduğunuzu bilmək istəyirsinizsə, videonu izləməyə davam edin. Xeyr, bizə 14 yaşlı gənclərdən müsahibə lazım deyil. Bizə uşağın özündən də müsahibə lazım deyil. Bizə onların valideynlərindən də müsahibə lazım deyil. Bizə bilirsiniz kimlər haqqında müsahibə lazımdır? Birincisi məktəb rəhbərliyi. Sual verilməlidir ki, məktəbdə təhlükəsizlik necə qorunur? Həmin şagird odlu silahı özünlə bərabər necə daşıya bilib? Məktəbin qarşısında belə olubsa necə olub ki, heç bir kamera görməyib, heç bir mühafizəçi bunu görməyib? Riskli davranışlarla bağlı hər hansı bir monitorinq olubmu daha əvvəl, hər hansı bir müşahidə olubmu, psixoloq, məktəbin psixoloqu işləyirmi, işləyibsə hər hansı bir müşahidələri olubmu, olmayıbsa nə üçün olmayıb, nəyə görə gözdən qaçıb və əlbəttə ki, hadisə baş verəndən sonra hansı təcili tədbirlər görülüb və görüləcək. İkincisi isə biz anlamalıyıq ki, Təhsil Nazirliyi bu mövzu haqqında nə düşünür, necə bir müşahidələri var və bu mövzunun nədən qaynaqlandığını düşünürlər, ekspert səviyyəsində hər hansı şərhləri varmı və şagirdlərin emosional vəziyyətləri ilə bağlı hansı monitorinq sistemləri var və yaxud da olmağı planlaşdırılır. Və bu hadisədən sonra hansısa bir yeni tədbirlərin görülməyi gözlənilirmi, yoxsa mövcud olan sistemdə dəyişikliklər gözlənilirmi? Yəni nə baş verəcək bundan sonra? Çünki bu hadisəni biz individual səviyyədə təhlil eləməməliyik. Bu hadisə gələcəkdə də baş verə bilər və biz gələcəkdəki nümunələri artıq qarşısını almağa çalışmalıyıq, düz deyil. Və burada üçüncü söz düşən tərəf hüquq mühafizə orqanlarıdır. Onlar bizə deyəcəklər ki, hadisə necə baş verib, ov tüfəngi kimə məxsusdur, nəyə görə bu şagirddə olub, necə ona çatımlığı olub, yetkinlik yaşına çatmayan bir şəxs belə bir hadisə törətdikdə onunla bağlı hüquqi mexanizmlər, hansı mexanizmlər işə düşür və necə bir hüquqi cavab ona gözləyir. Və əlbəttə ki, məktəbdə çalışan psixoloqlar haqqında da biz öyrənməliyik. Çünki psixoloji xidmət dəstəyi qrupu varmı, nə qədər əlçatandılar və şagirdlər nə qədər onlara qarşı yaxın hiss edirlər ki, problemləri olduqda, emosional olaraq yaxşı hiss etmədikdə həmin psixoloqlara özlərini danışa bilsinlər. Və sual vermək lazımdır ki, hər hansı bir psixoloji protokol, daha doğrusu kriz halları üçün xüsusi protokol varmı? Yəni, onsuz da emosional və çaşqın vəziyyətdə olan valideynləri danışdırmaq ən yaxşı halda onlara sadəcə olaraq zərər verə bilər və onların stresslərini artıra bilər. Və onların media qarşısında danışmaları onların birincisi özünü müdafiəyə səbəb ola bilər, ikincisi isə emosional partlayışa çevrilə bilər. Həmçinin İdrak liseyində bu məşhurların övladları təhsil alır və yaxud da alıb bu liseyin binası falan kəsə məxsusuymuş kimi mövzular. Mövzumuzla heç bir əlaqəsi yoxdur və xahiş edirəm insanların başını belə şeylərlə aldatmayın. Ona görə də valideynlərdən biz hər hansı bir müsahibə tələb eləməməliyik. Elədiyimiz təqdirdə, əgər onlar buna razılarsa, o halda hüquqşünas və psixoloq müşayiəti ilə bu müsahibəni verə bilərlər. Qaldı ki, şagirdin özü. Biz 14 yaşlı 10-cu sinif şagirdinə danışırıq və bu insanın və bu